Nə qədər sülhsevər olsaq da, silah həyatımızın bir parçasıdır. Bəs odlu silah saxlamaq qanunidirmi? Gəlin əvvəlcə müəyyənləşdirək ki, odlu silah nədir? Odlu silah, barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına, mərmisi istiqamətlənmiş hərəkət edərək, müəyyən məsafədən hər hansı bir obyektin sıradan çıxarılması və ya zədələnməsi təyinatı ilə istifadə olunan silahdır. Azərbaycan Respublikasında 21 yaşına çatmış vətəndaşların mülki odlu silah əldə etmək hüququ vardır. Ancaq bunu təkcə almaqla kifayətlənmək olmaz. Xüsusi icazə olmalıdır. Bu zaman isə sizə aşağıdakı sənədlər lazımdır. Polis orqanından ərizə blankı, tibbi arayış, şəxsiyyət vəsiqəsi və 3-ün 4-ünə 2 şəkil. İcazə aldıqdan sonra bu icazənin hüquqi qüvvəsi 6 aydır və burada həm sənin, həm də alacağın silahın detalları qeyd olunur. Silahı aldıqdan 2 həftə ərzində qeydiyyatdan keçirmək mütləqdir və bu zaman sənə şəhadətnamə verilir. Bu şəhadətnamə ilə silahı istifadə etmək və saxlamaq hüququn təsdiqlənir. Nəzərə almaq lazımdır ki, qeydiyyat zamanı dövlət rüsumu mövcuddur. Bu zaman siz ilkin qeydiyyata görə 20 manat, ikinci qeydiyyata görə 10 manat ödəniş etməlisiniz.